cavab edəcəyik. Hoş gördük. Hamınızı salamlayıram. Çox sağ olun ki, gəlmişsiniz. Bugün sizi buraya yığmaqdan məqsədimiz bölgələrdə gender problemlərinin təhlili adlı layihə ilə bağlıdır. Layihənin donoru Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarından dövlət dəstəyi agentliyidir. Agentliyin maliyyə dəstəyi ilə biz hər layihələr həyata keçiririk. Bilirsiniz ki, uzun illərdir biz valideyn uşaq münasibətləri ilə bağlı layihələr həyata keçirmişik. Məişət zorakılığı ilə bağlı, erkən nikahla bağlı layihələrimiz olubdur. Sadəcə olaraq biz yekun olaraq 2 ildir ki, nümunəvi valideynlik institutu adlı layihəni işləyirdik və həqiqətən də mən fikirləşirdim ki, çox danışmışıq zorakılıqlardan, gender əsaslı zorakılıq, məişət zorakılığı, erkən nikah, narkomaniya. Bunlarla bağlı çox söhbətlər aparmışıq. Fikirləşdim ki, biz başlayaq nümunəvi işlərimizi təbliğ edək, nümunəvi valideynlik institutuna danışaq və bugün yəni buna da bizim əsasımız var idi ki, həqiqətən də uşaqlarla valideynlər arasında elə bir uçurum vardı. O uçurumu dəf eləmək üçün, onun qarşısını almaq üçün biz dedik ki, nümunəvi valideynlərdən, nümunəvi uşaqlardan danışaq. Yəni bilirik ki, hər birimiz bilirik ki, hər gün televiziya ekranlarında tez-tez məişət zorakılığı, onun qurbanları, kimlərisə çıxardırlar, ailə daxili münaqişələr. Sadəcə olaraq biz bunu istəmirik və bir təşkilat olaraq mən həmişə onun əleyhinə olmuşam və bizim məişət zorakılığı ilə bağlı qanunda da konfidensiallıq var, yəni ailə sirrinin qorunması var. Əgər bu ailə sirrinin qorunması varsa, bugün bizim televiziyalarda, bizim dəyərli ekspertlərimiz çıxıb orada ailələri müzakirə edirsə, doğrudan da çox acılacaqlı bir haldır. Və biz olduğumuz bütün təlimlərdə də əhalinin narazılığını hiss eləmişik ki, yəni onlar da istəmirlər ki, televiziyada kiminsə problemi televiziyada həll olunsun. Yəni əvvəllər də vardı, kimsə dalaşırdı, kimsə ailədə münaqişə olurdu. Nəsə bir qohumlarla, bir ağsaqqalma, bir sözü eşidilən bir adamla o işi sakitcə həll edirdi. Amma bugün doğrudan da çox çətindir. Yəni biz o əvvəlki o işlərimizin hamısına biz yekun vuraraq biz güya Avropaya inteqrasiya edirik, amma nə bir inteqrasiya edirik onu bilmirik. Çünki kör-körənə elə hamı deyir ki, mən müasirəm, amma müasirlik o demək deyil. Müasirlik o demək deyil ki, sən o keçmişini unut, nələrləsə yaşa. Yəni bu yaxşı hal deyil və biz təşkilat olaraq bunun əleyhinəyik və biz bugün çalışırıq ki, bu bölgələrimizdə baş verən bu problemlərin nədən qaynaqlandığını biz burada müzakirə eləyək sizinlə, görək səbəb nədir və həmin o problemlərdən çıxış yollarını birgə müzakirə eləyək və biz də öz təkliflərimizi və öz maarifləndirmə işimizi davam edək. Bax, bununla bağlı siz buradasınız və mən inanıram ki, bugünkü bizim müzakirəmiz çox maraqlı keçəcək, çünki bölgələrdə həqiqətən də problemlər var. Biz də seçmişik deməli Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Xocavənd rayonlarını. 5 rayonda biz bu mövzuda dəyərli masalar keçirəcəyik və sorğularımız da olubdur və həm o sorğuların nəticələri, həm bu dəyərli masa müzakirələrinin nəticəsi olaraq yekun bir rəyə gələcəyik. Görək, tutaq ki, Ağdamda problem nədir, daha çox hansı problem var və bu problemin səbəbi və bu problemdən çıxış yolları, eyni zamanda da digər rayonlar. Bugün biz Ağdam rayonu üçün hansı problemlər var, onları biz danışaq, görək hansı problemlərimiz var və bu problemlərdən çıxış yolları nədədir? Biz neyə bilərik ki, bu problemlər olmasın? Yəni, gender problemləri deyəndə, gender problemləri nələrdir? Yəni, o gender problemlərini biz bugün burada müzakirə edəcəyik. Hansı problemlər var? Başlanğıc olaraq gender problemi deyəndə nə nəzərdə tutursunuz? Gender probleminə nələr daxildir? Gender problemlərinə hansı problemlərimiz daxildir? Hal-hazırda mövcud olan problemlər.
Yəni məişət sonraki onu bilirlər. Değil mi? Məişət sonraki erkən nikahda, yəni bunlar hamısı nədir? Bu problemlərdən qaynaqlanan problemlərdir, məsələlərdir. Şimdi onunla bağlı biz deməli əsas məqsədimiz bu bölgələrdə bu işi aparmaqdan biz istəyirik ki, gender bərabərliyinə nail olaq. Yəni gender bərabərsizliyi gətirib nəyə çıxardır? Gender problemlərinə gətirib çıxardır. Biz o gender problemlərini həll eləmək üçün birinci növbədə gender bərabərliyinə nail olmalıyıq. Gender bərabərliyi nədir? Biz bilirsiniz ki, bütün qanunlarda kişi, qadın eyni, bərabər hüquqludur. Kağız üzərində, yəni qanunda hər şey eynidir. Sadəcə olaraq biz o nədə geri qalırıq? Qanunları yerinə mentalitetimizə uyğun. Qanunlarda var. Qanunda ya da mentalitemizə uyğun biz kişilərdən bir pillə giyirik. Bərabər hüquqların bərabər imkanlara çevrilməsi. Yəni biz istəyirik ki, hüquq, yəni qayda, qanun, hüquq bərabərliyi kişi də qadın da eyni. Sadəcə olaraq burada imkandan söhbət gedir ki, yəni burada kişi də qadın da eyni imkana malik olur. Yəni bu bilirsiniz ki, bu bərabərsizlik həqiqətən də bütün o problemləri yaradır və onu genişləndirir. Biz də çalışaq ki, o problemlərdən biraz uzaqlaşaq və gələcəkdə yəni həm kişilərin, həm qadınların hüquqları bərabər və özləri də o sağlam cəmiyyət deyirik. Yəni əgər hüquqlarımız bərabərdirsə, bərabər imkanlarımız varsa, həqiqətən də onda biz xoşbəxt olarıq. Yəni artıq o problemlərdən uzaqlaşarıq. Bugün əgər gender əsaslı zorakılıq varsa, məişət zorakılığı varsa, erkən nikah varsa, bax ki, digər problemlər ki var, o problemlər nədən qaynaqlanır? Hüquq bərabərsizliyindən, yəni o bərabər imkanların olmamasından. İndi mən burada dəyərli ekspertlərimiz, psixologlarımız var. Hər birinə indi söz verəcəyik. İndi Saadət xanıma söz verək. Saadət xanım öz fikirlərini bildirsin. Sonra hər kəsə, yəni burada hər kəs öz sözünü deyəcək və yəni biz sizə arxalanırıq, sizə güvənirik və bizim bütün işlərimiz sizdəndir və sizin köməkliyinizlə biz bölgəmizdə, regionumuzda gender bərabərliyinə nail olacağıq inşallah. Deməli, əsasən biz bölgələrdə gender probleminin təlliyindən keçəcəyik. İndi ağlamla başlayırıq, ilk əvvəllər. Görək gender bərabərliyi deyəndə nəyi başa düşürük? Gender sözünün mahiyyəti nədən ibarətdir? Kişi və qadınlar eyni hüquqa malikdirlər, eyni imkana malikdirlər, eyni resurslar daşıyırlar və onların arasındakı bu bərabərlik pozulanda artıq bu genderin probleminə çevrilir. Deməli, gender problemi deyəndə ilk növbədə qadın, kişi və bunlara uyğun olan digər gender imkanlarına malik olan insanların arasındakı bərabərliyin pozulması nəzərdə tutulur. Siyasi işləmlər deyəndə nəzərdə tutaq ki, qadınlarda, kişilərdə hamısı siyasi fikir haqqında mübarizə apara bilərlər, yəni öz fikirlərini deyə bilərlər. Bununla bağlı olan zorakılıq. Sonra gəlir 5-ci gender stereotipləri. Yəni, indi birinci təhsildən başlayaq. Təhsil bərabərsizliyində gender bərabərsizliyi nədir görünür? Məsələn, bu sualla bağlı hər bir fikir ola bilər. Məsələn, təhsillə bağlı nə ola bilər? Oğlanlar, qızlar arasında. İdman hər bir dərsləri görürsünüz, oğlanlara keçirlər, qızlara keçirlər. Birinci növbədə bu. Məsələn, Sadiq dövründə biz keçirdik, amma indi keçirdik. Ümumiyyətlə heç keçirdik. Keçirdik. Ayrılmırlar, yox. İndiki dövrə uyğun bu problemlər indi təhsildə olan bu problemləri bizim metodun bütün yerlərdə keçirilir.
Keçirilir, amma heç belə Keçirlər yox, deyil. nişan etmə oyunlarında həm qısa Mən sizin dediyiniz o problemlə bağlı bir fikrimi demək istəyirəm. Özüm 2-ci dərəcəli atıcıyam, müharibə veteranıyam. Özüm də 93-95-ci ildə döyüşlərdə iştirak eləmişəm, həqiqətən. Amma mən bunu burada yox, institutda almışam 2-ci dərəcəli atıcılığı. 3 dənə erməni qızı ilə, bir nəfər mən bu problemi şeydən keçmişəm. Yəni bu sistemdən keçmişəm və o adı almışam. Ola bilər ki, hansısa məktəblərdə keçirmədi. Amma orta məktəbdə bir dəqiqə baxdı. Oğlanlar üçün görsən gedirlər futbol oynayırlar, komandalar var, amma qızlar üçün yox. Şəqiyə xanım, amma mən bunu orta məktəbdə oxumuşdum. Yəni biz o vaxt Azərbaycan dilində çıxmış, hərbi hazırlıq kursuna görə dərslik yox idi. Onu bizə Elbrus müəllim keçirdi, Heydarov Elbrus, bizim Ağdərədən, bu tərəfdən olan kətlərdən bir müəllimimiz vardı, orada keçirdi. Çox vaxt deyil. Yəni Yaqut müəllim, bu orta məktəbdə var. Gör, mən neçənci ildə oxumuşam. İndi də var. 1967, 66, 80-cı illər, yəni bu. Orta məktəblərdə, indi siniflərdə qızlarla oğlanların balansı var, yəni say balansı. Baxırsınız ki, ya qızlar çoxdur, oğlanlar azdır, ya oğlanlar çoxdur, qızlar azdır. Yəni o uşağın doğmuşluğuna bağlıdır və bax, onun özü gələcək üçün problemlər yaradır. Uşaqların birbirine münasibəti, sonra müəllimin dərsdə dərs keçərkən uşaqlara olan münasibəti. Oğlan çox olanda, qız az olanda orada müəyyən söhbət eləyə bilir. Bax, o bərabərsizlik ola bilər təhsildə ən çox. Sinifin təşkili məsələsi. Ümumiyyətlə siniflərdə çoxdur elə. Bu gələcək üçün də bir problem olacaqdır. Niyə? Çox qız Oğlan olan sayı sinifdə oğlanlar özlərini qız kimi aparır. Yəni özlərini ailə hazırlığına da yaxşı hazırlaşa bilmirlər də, mən bilmirəm, çatdıra bilmirəm sizə. Mən sənəsinin sözünün müsbəti Mədəniyyət göstərirlər. Mən bu şey oğlanlar çox olanda, qızlar az olanda, oğlanlar çoxluq təşkil edəndə öz istədiklərini edirlər. İndi onda da qızlar oğlanlar kimi söyür, oğlanlar kimi hərəkət edir, təpiy atır, Düzdür. bir-birinə zorbalar. Gələcəkdə də ailə var da, o özünü ailədə göstərir. Məişət sonra kimisine gətirib çıxardan, birinci gündə elə oradan başlayır. Psixoloji təsirdir, həm mənəvi təsir eləyir. Oğlanların çoxluğu, ümumiyyətlə, sinifdə oğlanlar çox olanda, sinifdə bir növ sakitlik. Oğlanlar özlərini qız kimi aparır. Saçlarını indi bu dəqiqə ukratqa eləyirlər oğlanlar, keratin eləyirlər. Valla mən Jeləliyirlər. Yəni o sinifə baxırlar ki, qız çoxdur. Qızlar bəzək-düzək, oğlanlar da başlayır onlarla həmrəng olur. Get-gedə də bizdə o cəmiyyətdə bəyənmədiyimiz adamlarla, o stereotiplər deyirsiniz. Onlarla rastlaşırıq ki, oğlan özünü qız kimi aparır, qız özünü oğlan kimi aparır. Yəni bunun hamısı da bizdən asılı olmayan şeylərdir. Çünki bu qəsəbədə doğulubdur uşaqlar, məktəbə gəlir, yaşı düşür, sinifə daxil olanda baxırsan ki, 17 uşağın 12-si oğlandır və yaxud da qızdır, yerdə qalanı o bir cinsləndir. Yəni cins bərabərsizliyi olanda da biraz gələcək üçün problemlər yaradır. Sonra təhsil imkanları eyni olmayanlar hansılardır bəs? Sonra kişi müəllimləri, qadın müəllimləri məsələsi var. Bu məktəbdə məsələn pedaqoqların, kişilərin sayının az olması, məktəb pedaqoqlarının sayının az olması, o da gələcək üçün problemlər yaradır. Ondan da razıyam, düzdür. Xarakter təkmilləşməlidir də. Uşaq birinci xarakteri ailədən götürür, doğularkən anadan götürür, atadan götürür. Amma məktəbdə puxtələşir, inkişaf edir. İndi məktəbdə də gələndə o hamısı qadın müəllimlər olanda və yaxud da hamısı kişi müəllimi olanda sinifin özünə balans pozulur, uşaqlarda xarakter xüsusiyyəti dəyişir. Dəyişir, xarakter dəyişir. Mütləq dəyişkənlik yaranır. O ataların bir qəşəng məsələ var, deyir atasının yanına bağlasan, həmrəng olmasa. Sinif müəllimləri oldu, kişi müəllimləri. Mən sinif müəllimim kişi olubdur. İsmail müəllim, Bərdədə oxumuşam 4 il. 4 il mənim sinif müəllimim kişi müəllim olubdur. Atam məktəb direktoru olubdur. Amma o məktəbdə müəllim kişi idi. Mən hiss edirəm ki, elə kişi kimi qadın olmuşam.
İlimara elə gəlir, indi bu saat azdır. Bizim də iqtidai 94-95-dən bəri bir müddət çoxu kişi oldu. Heç qadın onda az idi. Bir də Sonradan belə ailədə artdı belə. ailədə oğlanlar çox olanda qız da oğlanmayır. Amma qızlar çox olanda oğlan olur o xasiyyət. Gender bərabərsizliyi olanda, sonra sinifdə bərabərsizlik olanda, bir də müəllimlər bərabərsiz olanda, onlar özlərinə ideal seçəndə də baxırsan ki, tamamilə get-gedə Və yaxud da uşaqlar özlərini seçim edir. Həm təlimdə mövcuddur, həm müəyyən sahələrdə iş birliklərində mövcuddur. Elə sahələr var ki, o sahələrdə qadınlar kişilərdən daha çox üstünlük təşkil edir. Elə sahədə var ki, orada kişilər qadınlardan daha çox üstünlük təşkil edir. Məsələn, ayrıca götürək təsərrüfat sahələrini. Təsərrüfatda qadın da çalışır, kişi də çalışır, düzdürmü? Qadınlar alaq vururlar, kişilərdən olar bir-ikisi gedər, o qadını gedər, orada alağın. Valla gedir Bu qədər kişilər gedir ki, alağa problem mən görmüşəm. Əmək bazarında bərabərsizliyin biri də rəhbər vəzifələrə dəvət olunmuş qadınlardan və kişilərin bu deməli barədə özlərində bir vəzifə işçisi kimi aparmaqlarından da bərabərsizlik orada pozularsa, bu problemə çevrilir. Məsələn, belə problemlər az deyil, həqiqətən kişilərin rəhbərlik elədiyi elə bir orqandır ki, orada özlərini kənardan baxmağa bacarmalıdır, istər qadın olsun, istər kişi. Amma kişi olan müəssisənin rəhbərinə yenə də deyirlər ki, burada bir direktor kişidir. Yanaşma tərzi tamam başqa olur, amma qadın olanda orada yanaşma tərzi tamam başqa olur, bir-birlərindən fərqli olur. Ona görə də ən çox vəzifəyə dəvət olunanlar kişilər olur. Qadınlar buna görə də az seçilirlər. Bir problemin biri də bundan ibarətdir. Yəni, məişət zorakılığından məlum məsələdir ki, məişət zorakılığında həm fiziki, həm psixoloji, həm mənəvi zorakılıqdan ibarətdir. Burada deməli, məişət zorakılığı deyəndə ailədə baş verən qadın-kişi arasında olan münasibətlərin pozulmasıdır. Məsələn, tutaq ki, ailədə qız da böyüyür, oğlan da böyüyür. Ailə özünün yaxşı vəziyyətini, yəni yaxşılaşdırmaq üçün, yəni həm qazancına, iqtisadi güvəninə görə o ailədə özünü doğrultur. Kişi kimi, qadın da qadın kimi. Amma elə məqam olur ki, iqtisadi cəhətdən ailə boğulur. Neynəməlidir? Ya kişi icazə vermir, qadın çıxsın, çölə getsin. Bax, bərabərsizliyin biri buradan pozulur ki, geçsin orada işləsin, evə biraz heç olmasa köməklik eləyə bilər. Və yaxud da oğlan da yekəlir, qız da yekəlir, oğul da institut qutarır, hamısı evdədir, işləyən bircə kişidir, ailənin iqtisadi durumu çox aşağıdır. Buradan nə baş versə yaxşıdır? Oğlanlar gedir, qoşulur başqalarına, qız da ki, evdə ev işi ilə məşğuldur, anası ilə birgə, qəfildən elə olur ki, oğlan bir problem yaşayır. Ata da görür ki, artıq bu oğlanın ötəsinə gələ bilmir də, yaşdan artıq inkişaf eləmiş, özünü dərk edən oğlandır. Deməli, bu yaşanan problem ailəyə mütləq sirayət edir. Elə olar ki, hələ hətta o təsirdən, yəni mənəvi təsir alır orada, psixoloji təsirdən yaranmış o böyük bir vəziyyətin ağırlaşmasını gətirib çıxardır, ailə dağıla bilər orada. İstər kişi lap zorbalı olsun, qadın da lap ağırlı olsun, mümkün deyil. Bir nəfər ailənin içərisində əgər bu mənəvi cəhətdən pozğunluğa düçar olursa, onun qarşısını almaq ailədə çətinlik verir. Bu işə fikrimi deyim. Yəni, məişət zorakılığı odur ki, bilirsiniz ki, qohumluq əlaqələrindən, ümumiyyətlə birgə yaşayışdan asılı olaraq edilən zorakılıqlardır. Yəni, burada təkcə kişi, qadın yox, ümumi, məsəl üçün, övladla ata arasında, övladla ana arasında, bacı ilə bacı arasında, qardaşla qardaş arasında da ola bilər. Yəni, bu ümumi məişət zorakılığı gedir. Məişət zorakılığında, indi müəllimə dedi, yəni növləri var, həm psixoloji, həm mənəvi, iqtisadi, cinsi, yəni bu zorakılıqlar hamısı, yəni həmin o ümumi zorakılıqda olduğu kimi məişət zorakılığında da baş verir. Və bu məişət zorakılığında baş verən bu zorakılıqlar istər-istəməz ailələrin də dağılmasına, boşanmalara, nə bilim,
yekünü de boşanmalar oldu. Boşanmalara getirir çıkar, yeni zamanda ölüm olur, qətl olur. Yani bak bütün bunlar məişət zorakılıdır ve məişət zorakılığından da biz kurtarmak için ailede həmişə çalışmak lazımdır ki bir-birinə qarşı münasibət yaxşı olsun. Yəni valideynlərdən çox şey asılıdır. Bəzən görürsən ki, övladlar arasında fərq qoyur. Yəni övladın birinə yaxşı münasibət bəsləyir, o birisi Ailədə oğlan üçün də çox böyük münasibət övladlar arasında artıq elə bir ki, həyatda qızla oğul arasında fərq qoyur. Artıq elə ki, bu fərqlər istər-istəməz gətirir məişət zorakılığına çıxardır. Yəni biz bunun qarşısını almalıyıq. Yəni insanları, hər kəsi, valideyni də, uşağı da, yəni o məhəbbət, bir-birinə məhəbbət olsun. Yəni onlar bir-birini sevərək yaşasınlar. Yoxsa bacı ilə bacı əgər düşmən olursa, qardaşla qardaş düşmən olursa, bax ki, dünya malına görə kimsə kimdənsə nəsə istəyirsə, bax, bütün bunların qarşısını biz almalıyıq. Yəni onu da biz, yəni bu vətəndaş cəmiyyətinin, ümumiyyətlə bu ziyalılarımızın üzərinə çox böyük iş düşür, məsuliyyət düşür ki, biz əhali arasında məlumatlandırma aparmalıyıq, insanlar arasında, ailələr arasında. Sizi inandırım ki, valla elə şeylər var ki, biz əgər gedib ailəyə nəsə deyəndə, məsləhət eləyəndə, ailə onu istəyir ki, eləsin. Yəni, eləsi var, bilməməzlikdən olur. Yəni, uşaq, biz, bilmirəm, Saadət xanım o layihədə iştirak edirdi. Biz erkən uşaqlıq dövründə inkişafla bağlı layihə işlədik. Saadət xanım bilir. Biz orada o 5 yaşında uşağın nəyə görə, məsəl üçün o 5 yaşına qədər götürdük. Yəni, həmin dövrdə uşağın yaddaşında hər şey qalır. Ona görə də biz valideynlərə deməliyik ki, özümüzü elə aparın, özümüz həm nümunə olun, həm də o uşaqlara elə şeyi təlqin edin ki, onlar o 5 yaşına qədər onu görsünlər. Sizdən o nümunəvi şeyləri görsünlər. O davadalaş görməsinlər. İstər-istəməz davadalaşı görəndə gələcəkdə o da davadalaş. Da saxlayır gələcəkdə. Bəli, yəni o 5 yaş indi nəyə görə deyildi? Yəni həmin yaş dövründə indi bizim özümüzə də məsəl üçün elə şey var ki, o uşaqlıqda bizim yadımızda qalır. Kimsə bizə bir dənə məsəl üçün şillə vurub, kimsə bizə bir şokolad veribdi, o bizim yadımızda qalıb. Ona görə ki, həmin dövrdə bizim o başımızda olan neyronlar gözəl işləyir, gözəl inkişaf edir. Ona görə də biz uşaqlıq vaxtından uşaqlarımızı o başa salmalıyıq. Yəni, onlara elə nümunə göstərməliyik ki, onlar görsün ki, ailə necə olur. Yoxsa ailədə əgər valideynlər uşağın yanında nəysə, bax ki, sözü, söhbəti varsa, kənarda yox, uşağın yanında edirsə, onun özü düzgün deyil və o məişət zorakılığına gətirib çıxardır. Qadının hüququ varmı ki, kişiyə desin ki, axşam üstüdür, gecə vaxtıdır, 3 gündür, 4 gündür. Məişət zorakılığının yaranma səbəbləri var. Bərabərsiz, hüquqların bərabərsizliyindən. Qadının hüququ varmı ki, o ailəsinə təsir eləsin? Ailəsinə əlbəttə təsir eləyə bilər. Və yaxud da amma ki, yaxşı mənada. Əgər yox, yaxşı mənada, bax bilirsiniz. Yaxşı mənada bizim bərabərsizlikdən bir var ki, yox, bir var ki, biz sözün deyiliş tərzi var. Saadət xanım. Biz keçməyək də olur. Biz ola bilər ki, yox. Kişi ilə qadın arasındakı bərabərlikdən danışırıq. Bilirsiniz nə tərdir? Bax, tutaq ki, bir stəkan çay verir, kişi yorğun gəlir. Bir var, o kişinin qabağına çayı bir gətirib belə qoyarsan. Bir də var, bir də var, qadın da kişi də, hər ikisi eyni işləyir, eyni sayda, eyni saatda, eyni vaxtda evə daxil olurlar. Bu o demək deyil ki, yəni qadının üzərinə düşən vəzifədən danışırsansa, qadın mütləq əynini dəyişməlidir, çay qaymalıdır, çörək qaymalıdır, stolu açmalıdır, yemələri yumalı demək. Biz bərabərsizlikdən danışırıq. Əgər bu hüquq ailədə qoyulur. Biz həmişə keçmiş. Yox, mənim məqsədim bərabərsizliyin müzakirə eləməkdir. Orada haqsalanmış bərabərsizliklər. Hüquqlarımızdan danışırıq, amma vəzifələrimiz... O da çay gəlir, kişi qoymalı. Biz problemi çıxardırıq. Çay kişi. Bax, bu da bizim problemimiz. Bərabərsizlik. Qadın deyir ki, mən işdən gəlmişəm. Uşaqlar arasında, yeniyetmələr arasında, ola bilər ki, institut təhsilli olan tələbələr arasında. Bu stereotiplər nə deməkdir? Stereotip. Bax, bəxt verir. Oğlan uşağı oğlan kimi tərbiyə olunur. Düzdürmü? Maşın alırlar, araba alırlar və yaxud da heyvanxanaya aparanda oğlana ayrı aparıb gəzdirirlər. Qızlar tullanıb düşə bilməzlər. Qızların oyuncaqları gəlinci yollarıdır. Uşaq vaxtından qızlara tamam başqa bir tipdə baxırlar, oğlanları
tamam başqa. Stereotip deyəndə bunlar nəzərdə tutulur. Və yaxud da yeniyetmə qızlar, yeniyetmə oğlanlar. Heç bir qızın ixtiyarı yoxdur ki, özü, atasının, anasının icazəsi olmadan və yaxud da ona ait olmayan bir dənə maşın aldım, apardım, qoydum dedim, sən təbrik edirəm. Maşınla gedim, maşınla gəldim. Amma odur ki, evində oturursan. Deməli, müəyyən işlərdə oğlanlara görə qızların işləri məhdudlaşdırılır. Qızlar müəyyən işi görə bilməzlər. Qızlarda seçim yoxdur ki, mən bu oğlanı istəyirəm, buna gedirəm. Və yaxud da ki, qızlarda ixtiyar şərtisidir ki, büyükləri aldığım hədiyyəmi valideynlərimə göstərir və onu açıq-aşkarla hansı bir ailədəsə oğlana təqdim edir. Belə bir şey var, yoxdur. Yəni, müəyyən işlər var ki, oğlanlar tərəfindən məhdudlaşdırılır. Yəni, belə eləyək, bunun təhsilinə keçin. Balamın canı xartı. O işləndəsə daha çox bilinəcək, ona görə qısaca təlimlərdə irəli gələn məlumatlar əsaslanaraq. Birinci, deməli biz burada təhlil apardıq. Şəbiyyə xanım qeyd elədi ki, maarifləndirmə təhsildə geniş olmalıdır. Yəni insanlar arasında bu bərabərsizliyi aradan götürmək üçün mütləq maarifləndirilmiş olmalıdır. İndi maarifləndirmə harada gedir? Maarifləndirmə elə o demək deyil ki, biz burada 5 nəfər, 3 nəfər yığışaq bölgülər üzrə aparaq. Gedək biz o göstərilən səbəbləri aradan qaldıra bilməliyik. Yaxın, bunun hamısı üçün dövlət qanunvericiliyi var, qanunlar var, o qanunlar ətrafında işlər var, gedişatlar var. Ona görə maarifləndirmişi hər bir idarə, müəssisədə və yaxud da ailənin özündə də gizlin olaraq ana qızı ilə, oğul, ata ilə belə bir münasibətlərin törənməmək üçün, problemlər yaşamamaq üçün müzakirə edilir, onun özü də bir maarifləndirmədir. İkincisi, hüququn müdafiə olunması. Yəni, hansı hüquqların? Bax, ola bilsin ki, qızlar arasında davadalaş düşə bilər. Qızlar arasında davadalaş düşə bilər, amma onlar bir-birini öldürə bilməzlər. Düzdürmü? Amma oğlanlar arasında davadalaş düşəndə artıq bunlar onların özünə görə daxili qanunları var, pozuldu. Nə etməliyəm? Mütləq çalışıb etməliyəm, dalaşmalıyam, düşməliyəm hüquq bölməsinə. Hüquq bölməsində biz bu işi araşdırmalıyıq. Bunları aradan qaldırmaq üçün əvvəlcədən tədbirlər, yəni qanun çərçivəsində tədbirlər görülməlidir. Üçüncü, iş yerlərində bərabərsizlik nədir? Məsələn, qadın kişi hər ikisi iş yerində eyni əmək haqqı qazanırlar, eyni cür işləyirlər. Amma bu bərabərlik gözlənilsə də qadınların ev problemləri var. Müəyyən işlərdə qadınların işi məhdudlaşdırılır. Məsələn, əgər su anbarında qadın işləyirsə, o gedib daşmış suyun qarşısını ala bilməz axı. Traktor işləməlidir, burada müəssisədə olan idarə işlərinə cəlb olunan əməkçilər olmalıdır. Yəni, qadın rəhbər işçisi olsa da, kişi rəhbər işçisi olsa da, bunlar arasındakı fərq, ümumiyyətcə, gender bərabərsizliyi gözlənilməlidir. Mən burada bir əlavə eləmək. Deyirlər ki, yox. Amma qanunda var ki, qadın kişi hər ikisi seçilir. Amma baxmayaraq ki, həm təhsili çatır ona, həm bacarığı çatır, həm təcrübəsi çatır. Yaşın kəndi. Yox, yaşı deyirəm. Ümumiyyətlə, yaşı da qoyulmamalıdır. Əslində, heç yaş da qoyulmamalıdır. Bax, problemlər budur. Sonra nə bilim, məktəblərdə dediyim kimi, o uşaqların cins bərabərsizliyi var. Məsələn, bax, gələcəkdə olar ki, digər məktəblər, yaxın məktəblər bir-birlərinə uşaqları biraz dəyişik eləyərlər. Yəni, oğlan-qız balansı düzgün qorunsun. Sonra xəstəxanalarda, məsələn, bəzi analar cins seçimi edirlər. Yəni, dünyaya gəlməmiş uşaqları qız istəmirəm və yaxud oğlan istəmirəm, oğlum var, qız istəyirəm və yaxud da qızım var, oğlan istəyirəm. Yəni, bu mənada cins seçimləri eləyir, onun qarşısı alınmalıdır. Əslində, onu qadağan eləyirlər. Məsələn, doktor evləndə heç baxış zamanı valideynə demirlər, oğlan olacaq, qız olacaq. Amma yenə də bizim üçün də çətindir. Sonra rayonda ən çox. Adi fəhlə işləyəndə belə qadınla kişi arasında yenə problem yaran, bərabərsizlik var. Çünki bəzən əmək haqqılarını dəyişir. Məsələn, hamıya ellavoy verir 20 manatdan gündəliyini. Amma kişilərə biraz ondan yuxarı verir.
maaşı, yəni deyir ki, kişi ailə yiyəsidir. Əslində baxanda məktəblərdə də belə qabaq dərs saatı veriləndə deyirdilər ki, kişilərə daha çox dərs saatı verilməlidir, qadınlara az. Çünki kişi ailə rəhbəridir, ailə başçısıdır. Amma baxmayaraq ki, ailə başçısı fərqi yoxdur. Şəxsən mən özüm, yəni gənc yaşlarımızda imtahan veririk, yoldaşım da verir, mən də verirəm, xarici təşkilatda. Xarici təşkilatda imtahan veririk. Mən bilirəm ki, kişi götürəsidir. Çünki 2 qadın seçilir, 1 kişi seçilməlidir. Bu təşkilat da gözləyir bu balansı. Amma yenə də mən mübarizəmdən heç vaxt geri çəkilməmişəm. Hətta mənə də təklif elədilər ki, qoy yoldaşın gəlsin imtahana, yəni sən gəlmə. Özün atqaz verdirəndə, etiraz elə. Dedim ki, bizim üçün fərqi yox. Yəni, ya yoldaşım, ya mən, fərqi yoxdur. Pulu mən gətirirəm, ya o gətirir. Mən pulu çox gətirəndə mən hökmranlıq eləmirəm ki, yəni ailəmiz üçün, uşaqlarımızın oxuması üçün şərait yaradırıq. İndi məndə olan üstünlüklər var, yoldaşımda o üstünlüklər yoxdur, axı özüm hiss edirəm. Dil var məndə, kompüter var məndə, iş təcrübəsi var məndə, amma onda onların heç biri yoxdur. Axı bilirəm ki, seçilməyəcək. Və uşaqların xilas təşkilatı deyilən bir təşkilat vardı. İnanırsınız, 700 nəfərin içərisində mən o üçlüyə düşə bilmişdim. Yəni seçildim, özü sərbəst olduğum üçün seçildim. Boğazım əməliyyat olmuşdu, danışa bilmirdim. Mən gələndə özümə dağ su belə isti su tökdüm, turuşqada müəlləkidə gəldim. Oturanda xarici mənə belə baxdı, qadın idi. Belə baxdı, onlar axı belə sərbəstlik xoşlayırlar. Müsahibədə özünü sərbəst aparırsan. Dedi ki, birinci dəfədir, yəni müsahibəyə gələn adam hamı titrəsir, qorxur, nə bilmə həyəcan keçirir. Bu öz üçün məsələn çay gətirib içir. Dedim ki, yox, boğazın əməliyyat olub. Dedi ki, sən dayandıra bilərsən də, 3 etap gəlmirsən, dayandıra bilərsən. Dedim ki, yox, həyat mübarizə. Mübarizəni istər ya qadın, ya kişi aparanda davam eləməlidir. Yəni, bax, iş seçimində də bəzi təşkilatlar, bəzi məktəblər, təhsil sektoru, məktəb direktoru seçir, deyir ki, kişi olmalıdır, ya qadın olmalıdır. Yəni, bax, belə şeylər var. Deyir ki, filan məktəbin direktoru qadındır, ona rağmen deyir, ona nümunə verir. Qadındır, o məsələn biz çağıranda gec gəlir çatır. Amma kişilərə deyəndə tez oturur maşını sürür, tez gəlir çatır. Yəni, elə şeyləri qarşıya qoyurlar ki, seçimdə belə şeyləri, belə xırda cüzi bir şeyləri nəzərə alırlar da. Amma nəzərə almırlar ki, bu qadın dastoyla, yəni çox özünə inamlı, özünə güvənli qadındır. O məktəbdə o 70 müəllimi, 35-40 müəllimi idarə edə bilir. Həmən o qadınlar lider qoymuşur. Bəli, lider qadınlar var. Lider qadınlara həmişə şərait yaradılmalıdır. Çox sağ olun. Belə. Çox sağ olun, təşəkkür edirəm. İnşallah da sizin də layihənizə də uğurlar arzulayıram. Nə yaxşı ki, Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyi həmişə Şəfiyə xanım sizi nəzərində saxlayır. Yəni siz qadınlara, ailələrə kömək edirsiniz həmişə, Ağdam rayonuna kömək edən bir insansınız. Mən sizə təşəkkür edirəm, işinizə uğurlar diləyirəm. İnşallah daha yaxşı layihələrlə işləyəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Nəsimə xanım, siz də göstərdiyiniz ümumiyyətlə, rayonumuz üçün də, yəni rayonumuz üçün belə bir təhlilin aparılması, yəni lazımdır, lazım deyil. Əlbəttə ki, lazımdır. Bununla bağlı bir neçə kəlmə deyil. Yox, rayonumuzda yaxşı cəhətlər də var. Qızlar yetişdirirlər, indi idmançı qızlar olur, təvəllüd nədir? Qızlar gedir, çempion olur. İdman üzrə, bax, bizim qəsəbədə bu dəqiqə uşaqlar hazırlaşır, o döyüş, sərbəst döyüş deyirlər də. Qızlar da gedir, oğlanlar da. Bir yerdə idmandadır. Yəni, mən çox xoşum gəldim. Buyurun. Mən Qərbalar təşəkkür edirəm belə layihələrin deməli, həyata keçməsi üçün yaradılan şəraitə, agentliyə təşəkkür edirəm, sizə təşəkkür edirəm. Çox gözəl mövzudur.
son illər bütün sahələrdə gender bərabərliyi maksimum çalışır ki, bərabərsizliyi aradan qaldırılsın. Amma bunlara baxmayaraq bəzi məqamlar var ki, orada deməli dəstək lazımdır ki, o bərabərsizliklər aradan qaldırıla. Ağdamda da lazımdır belə layihələrin həyata keçməsi. Yəni çox yaxşıdır, müsbətdir, dəstəkləyirik. Biz də bir vətəndaş kimi özlərimizə düşəni eləməyə hazırıq. Çox sağ olun. Mən qeyd edeyim ki, Kolanaya qayıdış ictimai birliyi təsis edildi. Nəsimə xanım inşallah indi gələcəkdə bir təşkilat rəhbəri kimi öz sözünü deyəcək. İnşallah. Sənə uğurlar arzulayırıq. Uğurların bol olsun. Həqiqətən də Nəsimə xanım bu təşkilatda doğrudan çox əziyyət çəkibdi. Yəni Nəsimə xanım burada pulsuz, heç nəsiz o cəmiyyətin uşaqlarına psixoloji yardım göstəribdi. Son vaxtlara qədər də gedirdi. Yəni onun indi stolunu götürüb qoymuşam o tərəfə. Yəni bu yaxınlara qədər məşğul olubdu. İnşallah indi təşkilatı da qeydiyyatdan keçər, özü də psixoloji yardımlar göstərər və bu da ölkəmizdə o insanlarımızın o inkişafında öz töhfəsini verər. Təbii ki. Gülnara Şəhərlərin bol olsun. Gülnara xanım haqqında da deyim ki, Gülnara xanım da burada kurslar təşkil edib, kompüter kursları təşkil edibdi. Doğrudan da o da burada çox əziyyət çəkirdi. Yəni o təşkilatın o inkişafında onun da böyük əməyi var. Həqiqətən də mən Gülnara xanıma da təşəkkür edirəm və o da bu gender problemləri ilə bağlı, onun da problemləri var, onun da ailəsində problem olur. Yəni o bu problemləri yaşayıb və yaşadığı o problemi istəyir ki, başqalarında olmasın. Təşəkkür edirəm sizə. Günel xanım, sizi mən təbrik edirəm. Doğrudan da siz də böyük işlər görürsünüz. Allah köməyiniz olsun, Allah sizi qorusun və işlərinizdə uğurlar arzulayıram. Gültəkin xanım da bizim təşkilatda əməyi olubdu. Əvvəllər bizdə doğrudan da işləyirdi. Yəni onun da fəaliyyəti var. Elza xanım, həqiqətən biz çox rayonlarda işləmişik, yəni təkcə Ağdamda yox, yəni digər rayonlarda da biləsi var da, Füzulidə bizim işlərimiz olubdu, o da çox böyük işlər görübdü, əvvələr icmalar yaradırdı. Yaqut xanımı hamınız tanıyırsınız, Yaqut xanımla da bizim Ailə Qadın Komitəsinin o dəstək mərkəzinin rəhbəri olduğu müddətdə biz çox işlər görmüşük. Sadət xanım da bizlə uzun illərdir işləyir və sizlərə də hər birinizə təşəkkür edirəm, çox sağ olun və doğrudan da bizim problemlərimiz var, yəni yaxşı işlərimiz var, nümunəvi işlərimiz var, amma problemlərimiz də var, amma o problemləri biz birlikdə ortadan qaldıra bilərik. İstəsəniz ekspert kimi dəvət edərsiniz, kömək edərəm. Yəni nə üçün çatar, təlim verməkdir, sosial sahələrdir, məişət sonrakılığıdır, ümumiyyətlə. Mən fikirləşirdim ki, siz artıq elədir ki, məsələn, dediyiniz qızla işləyirsiniz, mən bilmirəm. Yox, İnşallah bizim əməkdaşlığımız da genişlənəcək və bu elə bir problemdir ki, bu problemi tək yerinə yetirmək mümkün deyil. Onu çatdırmaq istəyirəm ki, bu problem hamımızın işidir. Yəni biz burada həm dövlət, həm dövlət, həm qeyri-dövlət, qeyri-dövlətlərdə bizdə qeyri-dövlət yoxdur, biz qeyri-hökumət təşkilatıyıq. Hamımız dövlət təşkilatıyıq. Əgər biz qeydiyyatdan keçmişiksə, deməli dövlətin vəzarətində olan bir quruluq, dövlətin təşkilatıyıq. Sadəcə olaraq, hərənin özünün istiqaməti var, biz o hökumətə dəstəyik, dövlətə dəstəyik. Nə iş görülürsə, onlara görə gördük ki, yaddan çıxan şeyləri yada salaq. Ona görə də çalışaq ki, biz birlikdə olaq və birlikdə də bu problemləri dəf edək. Çünki birlikdə olmasaq, boş söhbətdə mən burada danışım, bu orada danışsın, siz orada danışın, tək-tək heç bir iş görmək mümkün deyil. Yalnız birlikdə, biz birlikdədik, birlikdə biz çox işlər görəcəyik. İndi Adilə xanım, çox təşəkkür edirəm, Şəhər xanım, təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Adınız nə olsun?
Teşekkür ederim. Sağ olun, Çok biz sağ de size olun. Valla teşekkür ediyoruz. çok Allah şad razı oldum olsun. ki gördüm Sağ olun, sizi. Allah razı olsun. Fikriniz de çok, o fikirleriniz de benim için çok değerlidir. Her birinizin o fikrine, o necə deyərləri, çox elə bir ki, ürəyimcədir. Yəni istəyirəm ki, hərə öz ürəyimdən keçəni desin. Yəni heç kimin o fikrinə biz nəsə pis deyə bilmərik. Yox, hərənin özünün fikri var. Yaxşı da, pis də. Hərənin düşüncəsi. Hərənin düşüncəsi var. Hər birimiz bir-birimizin düşüncəmizə son dərəcə hörmətlə yanaşmalıyıq. Mənim düşüncəm budur, pis deyə bir şey yoxdur. Bu mənim fikrimdir. Doğrudur, yanlışdır, onu zaman göstərir, bu başqa mövzudur. Amma fikirdən bəzən görürsən ki, bəli, fikirdən gəlir, o mənim həmişə problemli tərəfim olur ki, deyirlər, sən səhv deyirsən, deyə bir şey yoxdur, o onun fikridir. Hörmətlə yanaşıb, müəyyən toxunuşlar eləyib, sadəcə izah eləmək olur. O ki, insan özü dərk edir ki, hə, deməli, məndən də yaxşı fikri olan var. Şərgə xanım, bu günləri bizim burada cəmləşməyimizdə, yəni sənin oradan bu proqramı mən çox bəyəndim, çox xoşuma gəldi. Ona görə bizim rayonda siz neçə il çalışırsınız. Sizin o layihələr ki, həyata keçirilir, hamı onu almışlayırdı. Ona görə mən bu günləri sizin agentliyinizə, sizin rəhbərliyinizə, sizin özünüzə, burada gələn iş sahiblərinin hamısına təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən bu layihənin davamını istəyirəm ki, yəni genişlənsin. Biz də bir gücümüz daxilində sizin hamınıza dəstək olaq. Harada bir çətin problem varsa, yəni biz hamımız orada varıq. Çok Çok sağ olun. Teşekkür ederim. Çok Dilek sağ olun. Hanım, siz de tanışın sonra Aslında deyiləcək çox söz var. Nə ilə bağlı? Gender problemlərin əlli ilə bağlı, təhlil ilə bağlı, amma onu biz addım-addım həyata keçirdikcə bu problemləri təhlil edib araşdıracağıq. Ağdamdakı problemlər o qədər də abartılacaq şəkildə deyil, amma var. O varları aradan qaldırmaq üçün yenə də deyirik, yenə hamımız dediğimiz sürelərlə vermək lazımdır. Gücümüz çatan nədir? Boynumuzun borcu olan nədir? Biz onu eləməyə hazırıq. İnşallah ki, bütün problemlər aradan qalxar, gender bərabərliyi qonusunda qalsın ki, bizim gələcək nəsil yaxşı addımlasın. Çünki biz az-az görə gəlmişik, amma onlar onu görməz. Şəhərcan, Ağdam deyəndə yeni Ağdama da aid olur bu layihəmiz. Bax, bu gözəldir. Yəni ki, orada gəlib oturan adamlar adaptasiyonlar da heç olmasa. Biraz da orada, məsələn, problemlər olar ki, o problemlərin qabağını ala bilərsiniz. Şəvqiyə xanım, yeni layihədir. Bu layihədə sizə uğurlar arzulayıram. Allah həmişə sizə uğurlar qismət eləsin, şansınız bol olsun. Həyatda uğurlar sizinlə olsun. çok sağ olun. Sağ olun. Adəxan, bir genç olarak səni də istəyirəm, səni də eşidək. Genç olarak. Ömer xanım. Təzə başlasın, gelin arara bir. Adəxan, sözünüz, nə demək istəyirsiniz? Həm də Ağdamda olan problemlərin hər birinin həll olmasını istəyərdim. Əsasıdakı problemləri deyil, problemləri cəmiyyətə ailə ötürür. Ailədən gəlir də problemlər. Birinci ailələri təkmilləşdirməliyik ki, həmin o problemlər sonra cəmiyyətə adaptasiya olmasın və yayılmasın cəmiyyətə. Mənim ailəmdə olan problemimi qonşum bilir də, qonşumdan başqa kim biləcək? O qonşuya yayılır, qonşu vasitəsindən yayılır. Yəni problemləri özümüz yayırıq. O problemi vaxtında həll edə bilərik. Qabaqlayıcı tədbirlərdə, bəli, keçirmək lazımdır ki, qabaqlayıcı. Yəni sonradan problem yaranmasın. Sonra qızım, sözün varsa deyin. Neyse sözüm var. Dedim ki, mən valla, dedim də bəyə. Dedim ki, mən çox istəyərdim ki, mən çox istəyərdim ki, Gel o lüferi qabağında deyin. adınızı yazmadınız. İstəyərdim ki, həqiqətən Ağdamda, Yox, mənim bu kimin ərazilər fərqi yoxdur. Azərbaycanda psixologlarımız yəni fəaliyyəti davam edir. Bir var, elədir ki, məsələn, deyək ki, məktəblərdə var, deyək ki, psixologlar var. Bir var, alıqda, bir var, təhlil olunar, təbliğ olunar, yəni mariflənir. Məsələnin kökü də budur ki, məsələn,
ailədən sonra, ata-anadan sonra bir psixoloq əgər məktəbdə hər hansı uşaq bir narahatçılıq görürsə, nəsə bir sezirsə, hiss edirsə, onu əvvəlcədən o, məsələn, iki qarşılıqlı münasibət yaradıb, o münasibəti çözə bilər, valideyninə çatdıra bilər. Mən çox istəyərdim ki, yəni, psixoloqlarımız olsun. Yəni o fikirlə mən də razıyam qızım. Sən Bəli. dedin, çox sağ ol, mən onu dedim. Amma buradan da çok gözəl fikir sürdün. Yox, psixoloqlar var, fəaliyyətləri də Fəaliyyətlər, var. Amma mən çox istəyərdim ki, bütün valideynlər hərə öz məktəbdə, bəli, Təhsil Naziri ilə müraciət eləsinlər ki, Bəli. psixoloqlara heç olmaya həftədə 1 saat məşğələ ayrılsın. Mən də çox istəyirəm. Dərslər kimi məşğələ saatı olsun. Bəli, bəli. Təsəvvür edirsiniz, psixoloqun üstündə nə boyda yük var, amma 1 saat məşğələ saatı yoxdur. Bəli. Bunu necə həll edəmək? Ən böyük problem budur. Sən diaqnostika aparmalısan, sən konsultasiya aparmalısan, sən profilaktika aparmalısan, sən nələr aparmalısan, amma necə? Necə? Hansı məşğələdə, hansı Ən böyük problem oradan başlayır. Ən böyük problem budur, Azərbaycanda bu dəqiqə. Bilirsiniz, mən onu qeyd edeyim ki, hal-hazırda bizdə problem qlobal məsələ oldu ki, ondan qaynaqlanır ki, görürsünüz, ailədə də deyirlər, ailə psixoloqu, məsələn, məktəbdə biriləri falan kəs dəlidir. Dəli deyil, məsələn, psixoloqa gedir, nevropatoloqa. Əslində o, bilirsiniz, yəni düzgün deyil. Düzgün olan bir münasibət deyil də. Düz qarşılanmır. Bizim Beynəlxalq Edukasiya Komitəsinin bir layihəsi var idi. Azərbaycan Respublikasının qeyri-hökumətlər təşkilatının agentliyinə öz təşəkkürümü bildirirəm ki, hal-hazırda yeni layihə olaraq gender bərabərliyin təhlili proqramını Şəqiyə xanımgilə veriblər. İnşallah uğurlu, düşərli, gələcək fəaliyyətlərində də dəstəkli, davamlı olar.